Salam olsun bizim kanalı izleyen hər bir kəsə. Bugünkü çəkilişim Qəbələ rayonunda yerləşən adı ilə məşhur Qəbələ Xanlar Ailəvi İstirahət Mərkəzidir. Gəlin sizi bu istirahət mərkəzindən tanış edeyim. Girişi kanata yaxın yerdəndir. Bu gördüyünüz yer maşın saxlamaq üçün parkingdir. Gəlin bu restoranın daxili interyeri sizi tanış edeyim. Çox qəşəng interyer düzəldiblər. Hər tərəf gül, çiçək, yaşıllıq, çay səsi belə deyərdim. Burada belə Qəbələ Xanlar Muzeyi. Sərgi formasında köhnə alətlər, səhənglər və sonra buranı yaradan şəxsin kimlərlə görüşü, milli alətlərimiz, gələn qonaqlara bizim tariximiz barədə xeyli də olsa məlumat xarakterlidir. Hətta burada şikayət və təkliflərinizi də yaza bilərsiniz. Gəlin sizi ərazi ilə tanış edeyim. Və Instagram səhifələri, nömrələri, kotec, restoran rezerv edə bilərsiniz. Girişdən sağ tərəfdə koteclərdir. Yay, qış, yəni oturmaq üçün münasib yerləri mövcuddur. Gördüyünüz kimi məscidinə qədər var. Həm kiçik qruplar formasında, həm də böyük gələn kollektivləri qəbul etmək üçün kifayət qədər həm kotejləri, həm otaqları, həm də çöldə beşetkaları mövcuddur. Yəni istirahət eləmək üçün hər cür şərait fikirləşib, düşünülüb. Belə bir bulağın ətrafında oturub dincəlmək. Gördüyünüz kimi yaşıllıqlar, güllər, fərqli bitki növləri, maşallah olsun. Uşaqların əylənməsi üçün yerlənəcək mini park. Böyük zalları mövcuddur. Yaşıllıq öz yerində. Daha sonra gəlin ərazini daha yaxından tanıyaq. Deməli, kotejlər olan tərəfi gəzdik. Gəlin besetkalar olan tərəfə gedək. Burada Qəbələ şəhərində tapılan qədimi küp 8-9-cu əsrlərə aiddir. Resepsiyon nöqtəsi buradır. Burada belə kiçik bir oturma yeri, güllərin ətrafında, bitkilərin ətrafında. Öldü bir an. Gələn şəxslər çox olduğuna görə çəkilişi biraz ehtiyatla eləyirəm ki, narahatçılıq eləyənlər olmasın. Burada oturmaq üçün maraqlı bir səhnə kimi düzəldiblər.
Qəbələ Xanlar 1991-ci ildən fəaliyyət göstərir və şəkil çəkdirmək üçün belə gözəl bir yerləncə düzəldiblər. Yəni Qəbələ Xanlar sırf çayın üzərində körpülər formasında çox qəşəng mənzərə çıxır. Baxın necə gözəllikdir. Daha sonra ətrafı yenə tanış edeyim sizi. Menyunu da sizə çəkib göstərəcəm. Baxıb qiymətlərlə tanış ola bilərsiniz. Düzdür, qiymətlərdə indiki dövrə görə hər şey qalxıb. Yəni mən menyusunu axtardım, sözünüzü tapa bilmədim. Amma mən sizin üçün çəkib paylaşacağam və siz qiymətlər barədə məlumatlı olacaqsınız. Burada göl formasında suyunu göldür. Və belə bir dəyirman düzəldiblər. Və burada da böyük turlar gələndə, böyük kollektivlər gələndə yerləşdirmək üçün açıq beşitkadır. Və əgər istəsəz, deməli belə bir açıq ərazidə də oturub əyləşib istirahət edə bilərsiniz. Gördüyünüz kimi kifayət qədər oturmaq üçün yerləri var. Və gördüyünüz yerdə uşaqların əyləməsi üçün həm sürüşkənlər, həm yerləncəklər mövcuddur. Yəni həm böyük şəxsləri düşünüblər istirahət eləməkləri üçün, həm də balacalar da istirahət eləməkləri üçün düşünülüb. Yəni meşənin içərisində salınmış bir istirahət yeridir, restorandır. Gəlib burada gözəl vaxtınızı keçirə bilərsiniz. İndi isə gedək, sizə menünü çəkim və qeyd edeyim ki, bura gələn qonaqların çoxusu turistləri deyərdim. Ən çox da ərəblər üstünlüyü təşkil edir. Və bir daha qeyd edeyim, kanalıma abunə olmağı, videoları bəyənməyi unutmayın. Çalışdığım qədər sizi gəzdiyim istirahət mərkəzləri, otellər, restoranlar və aktiv istirahətlə məlumatlandırım. Və bu da Qəbələ Xanlar restoranının menyusudur. Gördüyünüz şəxs buranın yaradıcısıdır. Və səhər yeməyinin qiymətləri istəsəz saxlayıb qiymətlərə ətraflı baxa bilərsiniz. Soyuq qəlyanaltılardır. Daha sonra supların qiymətləri. İsti qəlyanaltılar. Qarnirlər, qutablarımız, tava yeməkləri,
saz yeməkləri. Balıq yeməkləri. Maşallah hər çeşiddə yeməklər var. Kebablardır. Çeşit kebab növləridir. Təndir yeməkləri və uşaqlar üçün menyu. Bundan başqa çay dəstgahı, qəlyan və içkilər. Menyumuz bu qədər. Deməli, əziz izləyicilər, əgər sizin də Qəbələyə yolunuz düşsə, ailəvizlə qəşəng istirahət edə biləcəyiniz və dadlı yeməklərindən dadacağınız restoranlardan biri də Qəbələ Xanlardır. Çalışdım ərazi ilə, menyu ilə sizi tanış edeyim. Kanalıma abunə olmağı, videoları bəyənməyi unutmayın. İzlədiyiniz üçün çox sağ olun. Məndən bu qədər. Hələlik.